Uzun illər Azərbaycan məşqçilərinə xaricdən belə rəsmi təkliflər gəlmirdi. Lakin indi bu səssizlik pozulub. Samir Abbasov ölkə futbolunda ən diqqət çəkən hadisələrdən birinə imza ataraq xarici klubdan təklif aldığını açıqlayıb. Baş məşqçi bildirib ki, hazırda danışıqlar davam edir. Lakin hansı ölkə olduğunu yalnız yekun qərardan sonra açıqlayacaq. Bu isə onun karyerasında tam yeni bir mərhələnin başladığını göstərir. Son günlər sosial mediada adı hallanan Araz Naxçıvan və Turan Tovuz klubları ilə bağlı məlumatları da təksib edən Abbasov, Azərbaycan klublarından heç bir təklif almadığını və yalnız xaricdən maraq olduğunu vurğulayıb. Bu, Azərbaycan məşqçiləri üçün uzun illərdən bəri nadir bir hadisədir. Samir Abbasovun addımı həm öz karyerasını, həm də ölkə məşqçilərinin nüfuzunu xaricdə artırmaq baxımından əhəmiyyətli hesab olunur. Sizcə, Samir Abbasov karyerasını xaricdə hansı ölkədə davam etdirəcək? Bu addım Azərbaycan məşqçiləri üçün yeni imkanlar aça bilərmi? Futbol xəbərlərini ilk siz öyrənmək üçün kanala abunə olun, videonu bəyənin və şərhlərdə fikrinizi paylaşın.